Bu həftədə də maraqlı süjetlərimiz, maraqlı görüntülərimiz olacaq və Azərbaycan Uniban Premyer Liqasının həm 22-ci və həm 23-cü turun oyunları keçirildi və həmən oyunları da qısaca sizlər üçün müzakirə edəcəyəm və bir şey də xatırladım ki, verilişimizin sualı var. Sualımız isə belədir: Bakıda məşqçi kimi hansı mütəxəssisi görmək istərdiniz? Fikirlərinizi bizimlə bölüşə bilərsiniz. Hal-hazırda bildiyiniz kimi Bakı klubunun baş məşqçisi Starkov istefa göndərildi və Starkovun postunda hansı mütəxəssisi görmək istərdiniz? Futbol azarkeşlərinə belə bir sual ünvanladım. Və İlqardan başlayaq. İlk əvvəl İlqar, futbola gəlişinlə bağlı sənə sual verim. Necə oldu futbolu seçdin və bildiyim kimi Türkiyədə sən yaşamısan, təhsilini davam etdirmisən və burada Türk klublarının diqqətini cəlb etmirsən və burada futbol oynamısan. Bildiyim kimi Beşiktaşda, Kayseri Sporda, Kayseri Ərciyə Sporda da futbol həyatını davam etdirmisən və universitet komandalarında da oynamısan və sonradan Azərbaycana gəlmişsən. Qısaca bu haqda, futbola gəlişinlə bağlı fikirlərini bilərdik. Həm mənim üçün də maraqlıdır. Mən bilirəm nə qədər də olsa, həm də tamaşaçılarımız üçün də maraqlı olar. Buyur. Əvvəla, mən sizin də, bizi izləyən tamaşaçıların da axır çərşənbələrini təbrik edirəm. Xalqımıza, ölkəmizə xoş bayram arzulayıram. Futbola gəlişim belə oldu ki, mən də hər kəs kimi 7 yaşında burada, 6-7 yaşım olardı. O vaxtki sport şkolada. İdman məktəbində. İdman məktəbində, bəli. İdman məktəbinə gedirdim. Orada məşqçilərim olub, Falih müəllim, Akif müəllim. Onların, yəni ilk onlardan almışam futbol təhsilini. Ondan sonra artıq burada karvan yaranan vaxtlarda burada baş məşqçi Fuad Yaman götürdü. Ondan sonra da təhsillə bağlı məcbur oldum, Türkiyəyə getməli oldum. Türkiyəyə gedəndən sonra da orada fakültələr arası çempionat oldu. İnstitutun əsas komandasını yığmaq üçün məqsədi o idi. Orada da elə oldu, fakültəmiz 4-cü yerə çıxdı, məni də götürdülər. Həmən il institutumuz Türkiyə çempionu oldu. Antalyada keçirilən Türkiyə çempionu oldu və həmən belə deyərik, çempionat izləyənlər arasında Kayseri Sporun məşqçilər korpusları da var idi. Çünki orada məndən əlavə 2 dənə Kayseri Sporun futbolçusu var idi. Həm onlara baxmam, həm də yeni uşaqları tapmaq üçün, belə deyəcəm. O da elə oldu, çağırdılar, bir aya yaxın baxışda oldum orada Kayseri Sporun heyətində. Ondan sonra da oldu, götürdülər məni komanda. Bir ilə kimi onların üçün PAF takımda oynadım. Ondan sonra A komandaya qalxdım. A komandaya qalxan müddətdə də mənim o vaxtki baş məşqçim Ertuğrul Sağlam vəzifəsini, yəni iş yerini dəyişdi, getdi Beşiktaş klubuna. Ondan sonra da təzə gələn məşqçi də belə deyək, cavanlarla o qədər işləməyi sevən birisi deyildi. Məni arenda, kiralıq olaraq verdilər Kayseri Ərciyespora, orada davam elədim. Yəni belə oldu, futbol həyatım orada davam elədim. Bəs Azərbaycana gəlişin barədə necə oldu Azərbaycana gəldin? Təhsilin başa çatdı, sonra da Valla təhsilin başa çatdı, yəni bir müddət futbolsuz qaldım. Futbol oynamadım, yəni buraxdım. Ondan sonra bizim baş məşqçilər, bizim deməyək, Türkiyədə işlədiyim baş məşqçilər sağ olsunlar. Yəni dedilər ki, futbola qayıtmaq lazımdır, sənin potensialın var, nə? Gəl, qayıtdım təzən futbola. O da oldu ki, ən axırıncı ilə Adıyaman Spor 2-ci liqada bəli oynayır. Ora getdim, oradan da gəldim Gəncənin Kəpəz klubuna. İnşallah görək burada necə olur. İnşallah yaxşı olar. Həsən müəllim, daim gənc futbolçular axtarışındasınız və onlar haqqında məlumatları öyrənirsiniz və tamaşaçıların nəzərinə çatdırırsınız. Bəs İlqar haqqında nə deyə bilərsiniz? Nə bir İlqar? Axşamınız xeyir olsun. Sizin Novruz bayramınız mübarək olsun. Təbrik edirəm. Hər birinizə səadət, xoşbəxtlik arzulayıram. Hər şeyin gözəlliyi ondadır ki, qədərində olanda. Bu, futbol da belədir ki, qədərində olanda, yəni o talışlarda bir söz deyir, cırı çıxıb hər şeyin də cırı çıxmasın. Elə eləyək ki, azarkeşlərimiz də, tamaşaçılar da bu bayram günündə xoş əhval-ruhiyyə ilə, nikbin tonlarla verişimizi aparaq. Gəl, bugün mən belə şərt qoyuram, heç kimi tənqid etməyək. Heç kimin ayranına tuş deməyək. Bəs tənqid varsa, onu da etməmək olmazmı? Siz elə bir fakt deyin ki, bu turda nəsə bir şey var. Elə onda birinci Ceyhun Sultanovdan başlayayım ki, Ceyhun Sultanov bilərəkdən rəqibinə təpik atır. Ona toxunacağıq, onlara toxunacağıq. Ayrı bir fakt deyim, mən onu oyunlar gəldikcə, oyunları izlədikcə o tənqidi... Hə, oyunları deyəndə onu deyək. Bəli, bəli. Bəs İlqar haqqında? İlqar haqqında deyim. İlqar haqqında mən onu izləmişəm, yəni mətbuatdan rast gəlmişəm və yaxşı futbolçu kimi xarakterizə edirəm. Gəncdir, özü də o qədər sadə olan təsiri bağışlayır ki, adam istəyir ki, ona ürəyini verər. Və futbolçu var, özünü qaldırır, qoyur dağın başına, danışığında, hərəkətində, ədasında.
amma qabında bir şey yox. Bu adamın qabında var, qabına görə də qabiliyyəti var. Mən ona uğurlar arzulayıram və mən elə bilirəm ki, Allah razı olsun. o Fuad Mustafayevin, Fuad İsmailovun diqqətindən yayınan futbolçu olmayacaq. Amma təəssüflər olsun ki, Fuad müəllim bəzən çox şeyə üstdən gedir, yəni çox bənd olmur. Nə bilim, Allah özünə ona insaf versin ki, İlqar həmişə əsas heyətin bəzəyi olsun. Çevirsin. İlqar, sənə belə bir sual verim. Türkmənistan milli komandasına dəvət, Tacikistan milli komandasına dəvət gəlib sənə. Bu haqda nə deyə bilərsən? Valla, bu haqda onu deyim ki, bu dəvət mənə gəlmişdi fevral ayında. Yəni, onların Şimali Koreya ilə oyunlarından, qabaqçı oyunlarda mənə istəyirlər oynatsınlar. Bunun üçün də FIFA-dan icazə alınmışdı. FIFA da orada bir cavab olaraq demişdi ki, yəni biz etiraz əgər Azərbaycan Futbol Federasiyası Asosiasiyaları icazə verirsə, biz tərəfdən problem yoxdur. Və bu məqamda da bizim ya baş katibimiz yerində olmadı, ya da ki bizim hüquqşünasımız. Və baş katib yerində olmadı, hüquqşünas onun yerinə qərar verir ki, yox, mən icazə vermirəm. Sonra baş katib gəlindən sonra danışıldı, razılaşıldı, çox çətinliklə icazə alındı. İndi inşallah Allah nəsib eləsə, qismət eləsə ayın 18-i mən Tacikistan milli komandasının təlim məşq toplanışına qatılacağam. Çox məhsuldar tur oldu burada. Ən ümdə məsələ o idi ki, bu turda yerli futbolçular legionerlərdən çox top vurdular. 7 top yerli futbolçular vurmuşdular. Amma məsələ bundadır ki, ən maraqlısı isə Neftçi komandasıdır. Bakı üzərindəki 3-1 qələbədə yerli futbolçuların sayı 7 idi. Mən elə hiss edirəm ki, bu baş məşqçi Böyüyağa, yəni o zəif ləqəbli Böyüyağa, Ağayev, Allah ona kömək olsun, Azərbaycanlı uşaqlarına stavq eləyir. Yəni onlara istinad eləyir, onlara inanır və cəsarətlə meydançıya yerli futbolçu buraxırlar. Yəni, bəyəxlarım Həsən mənim çox doğru dedi ki, yəni Qəbələ 90 dəqiqə ərzində dayanmır. Qəbələ ikinci dövrə məşqçilər, yəni Fatih Qavalaq onu öz yanına Bursasporun Ertuğrul Salamın kondisioner məşqçisini gətirdi yanına, İbrahim Bakırı. Bəli. Yəni, bu da onun göstəricisidir ki, o adam, mən sizə çox səmimi deyirəm, mən o adamı çox gözəl tanıyıram. O adam Kayseri Sporda olarkən günün 24 saatının, vallah mən deyərdim sizə, bəlkə də 13-14 saatını bazda işləyirdi futbolçuların üstündə. Dayanmadan test eləyirdi. Yəni, bugünkü gündə onun nəticəsidir ki, və Həsən deyir ki, Qəbələ 90 dəqiqə dayanmadan qaçır. Bəli. Bu onun nəticəsi ki, yəni komanda artıq... Zəngimiz var, İlqar, sənə keçəcəm. Elçin bəy bizə zəng edib Yevlaxdan. Axşamınız xeyir olsun. Axşamınız xeyir olsun, Elçin müəllim. Axşamınız xeyir olsun, Bəhruz müəllim. Buyurun, Elçin müəllim, sizi eşidirik, fikrlərinizi bilmək maraqlı olar. Çox sağ olun, Bəhruz. Sizi də, Həsən müəllimi də, qonağınızı da Novruz bayramı münasibətilə təbrik edirəm. Biz də sizi təbrik edirəm. Azərbaycan xalqını təbrik edirəm bu əziz bayram günü münasibətilə. Çox sağ ol, Qazi. Və sizin sualınıza cavab olaraq bildirmək istəyirəm ki, Həsən müəllim. Buyurun. Bu günləri Bakı klubunun yəqin ki, siz nəzərdə tutursunuz. Bəli. Yəni, indən sonra elə çox böyük turlar qalmayıb. Mən hesab edirəm ki, indən sonra həmin komandaya nəsə kənardan mı və ya kimsə yeni bir məşqçinin təyin olunması məqsədə müvafiq olmazdı. Təbii ki, mən özümün subyektiv fikrimi söyləyirəm. Və mən başlayanda deyim ki, Qəbələ qalib gələcək. Elə mi oldu? Çünki Qəbələ təzə məşqçi Qablakın devrində tamamilə başqa futbol oynayır. Mən Bahadır Nəsibovun da müsahibəsini oxudum. Mariş Şürovun da. Rəşad Abdullayevin də. Demək, fərqli fikirlərdir, amma üçünün bir fikri var. Qəbələ indi başqa futbol oynayır. Həm nəticəyə oynayır, həm də atletik futbol oynayır. Deyir, mən Rəşad Abdullayev deyir, onlar 90 dəqiqə dayanmadılar, onlarda dayanan olmadı. Amma çox təəssüf ki, mən bugün Rəşadı bu tərəfdən də özüm üçün kəşf elədim. Bayaqdan kobud futbolçu kimi, özündən razı, futbolçu yoldaşına hörmətsizlik. Amma bu dəfə də deyir ki, Kamanan futbolçu deyil. Əzizim Rəşad, Kamanan 3 oyunda oynayır, 4 top vurub. Bu, özünü futbol meydanlarında sübut etmiş, tanınmış futbolçu. Elədir mi İlqar? Elədir, bəli. Və buna üstdən aşağı baxmaq, hardasa futbolçu yoldaşına hörmətsizlikdir. Mən belə qəbul edirəm. Və qaldı ki, Qəbələnin Neftçi üzərindəki qələbəsi qanuna uyğun idi. Qəbələ həmin oyunda Neftçidən birbaş üstün idi.
Valla mən Qarabağa müsahibəmin də birində demişdim ki, Qarabağ bu dəqiqə ən gözəl futbol oynayan komandadır Azərbaycanda. Çox əla futbol oynuyor. Bu da onun səbəb odur ki, yəni komanda artıq 3 ildir futbolçular bir yerdə oynayır. Görürsünüz, Qurban müəllim heç vaxt artıq transfer eləmir. Yalnız eləyəndə də bir dənə yerində yəni eləyir. Həmən oyunçuya da zaman verir komanda uyğunlaşması üçün. Qarabağ inşallah mən elə gəlir ki, bundan sonra da gedəcək. Bəs Xəzər Lənkəranı necə qiymətləndirirsiniz? Xəzər Lənkəran bayaqda dedim də, yəni ki, valla bilmirəm, bu cür şərait, bu cür səviyyəli gözəl futbolçular niyə belə bərbad oyun göstərirlər deyə bilmirəm. Onu yəni Həm də Xəzər Lənkəran səfər görüşlərində həmişə qələbə qazanmaq üçün əllərindən gələn esələrdə alınmır, amma öz meydançalarında inamlı təsir bağışlayırlar. öz meydançalarında həm də azarkeş amili var ki, yəni əlbəttə ki, bəli, onu düz deyirsiniz ki, azarkeş amili öz sözünü deyir Xəzər Lənkəran. Bəs siz necə qiymətləndirirsiniz? İndi mən deyim, Qarabağ Xəzər Lənkəran məsələn, Bakı Inter ikisini də bir yerdə müzakirə edir. Xəzər Lənkəran oynayanda öz yerində çox rahatsız oynayır. Geniş auditoriya, böyük tamaşası dəstəyi. Az qalmışdı Qurbanova istifa tələb eləyək. Yadındadırmı? Bax, həmin Qurbanov, o getdi İspaniyaya, Almaniyaya. Cəsarətlə, həmişə də öyrənən məşqçisidir. Özündən razı qalmır. İşləmək istəyən məşqçisidir, gənc məşqçisidir, enerjili məşqçisidir. Və özünə elə bir heyət yığıb ki, mən deyirəm ki, Azərbaycanın Barselonasıdır. Yerlə oynamaq futbolunu elədir Qar? Elədir, bəli. Azərbaycan futboluna bunlar gətirdilər. Mən də onu gətirdilər. müsahibəmdəki Azərbaycanın Barselonası. Azərbaycanın Barselonası və bunlar gətirdilər yerlə futbol oynamağa. Tur klubunda baş məşqçi istefası necə baxırsa səndən? Bilirsiniz də bu 9-cudur bu. Burası Azərbaycandır. Heç arada görünməyib ki, 12 məşqçi ilə başlayasan və axırda 9-u ilə yollarını ayrılıb üstünü saxlayasan. Və o futbol həvəskarımız da dedi, Ağasəlim Mirzavadov. Bir də kimi dedi? Mirbağır İsrail. Mirbağır müəllim. Ağasəlim Mirzavadov sıfırdan başlamağı sevmir. Mənim stajlı futbol həvəskarı olan dostum. O yağlı tik axtarır. Harda var? Ağasəlim harda var? Deyir çempionluq orada var. Amma belə mən onu deyirəm. Harda pul var? Orada Ağasəlim var. Sıfırdan başlayan məşqçi Mirbağırdır. Bəli, bəli. Mən belə məşqçisi, elədir mi? Bəli. Bu dəqiqə hər yer boşdur. Nə üçün Ağasəlim Mirzavadov gedib Kazbek Tuayevin yerində işləmir? Tuayev həftə 8 mən 9. Bir gün yenə tənqidə deyəcəm. Tuayev Azərbaycanda tapılmır. O hardan Azərbaycanca biləcək? Sonra deyirlər Tuayev, Kazbek, Əliyeviz Tuayev. Əli oğlu niyə bilmir Azərbaycanca? O demək deyil Əlidir, o asetindir. Amma Azərbaycanda yaşasa Azərbaycan dilinə hörmət qoyar və bizim dilimizdə danışar. Ağasəlim Mirzavadov o yerə daha yaxşı namizədir. Şöhrət ordenli məşqçisidir.